Salam dəyərli şagirdlər, Azərbaycan dili 2025-ci il test toplusu izahlarına davam edirik. Fonetikadan başlamışıq izahlarımıza. Sahitlər və samitlər növləri tələffüzü bölməsinin izahını keçən dərsimizdə izah eləmişdik. Növbəti dərsimizdə isə artıq ahəng qanunu, heca və vurğu bölməsinin izahına keçid etmiş oluruq dəyərli şagirdlər. Baxırıq birinci suala. Hecalara düzgün bölünməmiş sözlərin cərgəsini müəyyən edin. Həmin, düzdür. Traktor. Uşaqlar, bunun biri düzdür deyə bunu götürmürük. Yəni bizdən deyir düzgün bölünməmiş istəyir də, başa düşürsünüz. Ona görə. Baxaq digər suallara. Soyad səhvdir, bu necə olmalıdır? Soyad belə olmalıdır. Yəni sözün asanlıqla bölünə bilən hissələri sözün hecalara ayrılmasıdır. Bunu dərs izahında demişik. Dərs izahı da var kanalımızda, keçid edərək baxa bilərsiniz. Soyad. Deməli, bizdən düzgün bölünməmiş deyir. Bu düzgün bölünməyib. Digərinə baxırıq. Hərbi. Bu düzgün bölünüb deyə götürmürük. Civan hərfinə baxırıq. Bədii. Düzdür. Sarımtıl. Düzdür. Uzun. Mexanika. Düzdür. Dağıstan. Səhvdir. Sonra. Avtoqraf. Səhvdir. Uşaqlar, niyə səhvdir? Düzdür. Dilə yatan şəkildə tələffüz edir. Düzgün cavab C variantı olacaq bizim üçün. Belə deyək ki, uşaqlar, düzdür, dilə yatan şəkildə tələffüzü belədir, amma bu qrafdır, qramdır, traktdır, bu sözlər də uşaqlar necə olmalıdır? Bir yerdə olmalıdır. Bunu ayıra bilmərik biz. Bu qrafı ayıra bilmərik. Yəni qını ayıraq bir tərəfdə qalsın. Raf digər tərəfdə olmaz uşaqlar. Ona görə düzgün cavab D variantıdır. Ahəng qanuna tabe olmayan sözlərin cərgəsini müəyyən etməyimizi istəyir bizdən. Baxaq. Ahəng qanuna tabe olmaq və ya olmamaq dərs izahında demişdik. İncə və yaxud da qalın sahitlərin bir-birinin izləməsi ahəng qanuna tabe olmaq deməkdir. Baxaq. İncədir, i incədir, incədir. Burada tabe olubdur deyə götürmürük. Ev, eşik tabe olub. Ular tabe olub. Bunlar da tabe olub. Götürmürük. Bizə tabe olmayan lazımdır. I, A. Tabe olmayıb uşaqlar. A var. Bir də incələr var. Olmayıb. I, A. Olmayıbdır. E var, A var. Uşaqlar U var. I var. Yəni tabe olmayıb. Yəni C variantı həm qalın var. Həm də incə. İncə varsa, deməli bunlar ahəng qanuna tabe deyirlər. Yaxşı. Ona görə də düzgün cavab C variantıdır. Hansı sözdə ahəng qanunu sonuncu hecada pozulmuşdur? Deməli, bu ikinci hecada pozulub, sonuncu hecada pozulmayıb. Düzdür uşaqlar? Ona görə də variantdan götürmürük. Bizdən sonuncu istəyir. A. Bəli, sonuncu hecada pozulub. Düzgün cavab D olacaq. Baxaq qalan variantlara. A ilə burada ilk hecada pozulubdur uşaqlar. Ona görə bunu götürmürük. Baməzə. Deməli uşaqlar, baməzə sözündə ilk hecada pozulub götürmürük. Təəssübkeş burada ahəng qanunu pozulmayıb götürmürük. Yəni düzgün cavabımız D variantı olur. Ahəng qanunu hansı sözdə pozulmamışdır deyir. Yəni ahəng qanuna tabe olan sözü axtarmalıyıq. O, A, I, A. Pozulmayıb. A variantı olur. Baxaq digər variantlara. Ü var, A var, pozulub. Ə var, U var, pozulub. Uşaqlar, birinci biri qalın. E var, A var, pozulub. O var və burada I var. Deməli, bu da pozulub. Düzgün cavab A variantı olmalıdır. Hansı cərgədəki sözlərin hamısında ahəng qanunu pozulmuşdur? O, U pozulmayıb. Ə pozulmayıb. A, I pozulmayıb. U, I pozulub. A, E pozulub. E, A pozulub. Düzgün cavab D olur. I, E pozulmayıbdır. A pozulmayıb. E, I pozulmayıb. Keçək növbətisinə. Sözlərdən birinin hecalara bölünməsi yanlışdır. Baxaq. Etibarnamə. Hecalara bölünmək üçün bu düzgündür uşaqlar. Diqqət edin. Bu hecalara böləndə düzdür. Amma sətirdən sətrə keçəndə yanlışdır. Niyə? Çünki E tək qalıb. Yəni hecalara bölünməsini istəyir deyə yanlışı istəyir, amma bu doğrudur. Dağıstan düzdür. İdarəçilik düzdür. Türkmənistan düzdür. Baxın uşaqlar, Respub nədir ki? Respublika. Düzü belə olmalıdır. Respublika. Belə olmalıdır düzü. Yəni burada səhv verilib uşaqlar. Belə olmaz.
Düzgün variantda dedimsə, yəni belə D variantı. Baxaq. Hansı cərgədə sözlərin hamısını hecalara düzgün bölünmüşdür? Komandir düzdür. Yazı. Bax uşaqlar burada yazı olmalıydı. Bu səhvdir. Götürmürük. Biri düzdür, biri səhvdir. Götürmədik. Komandir düzdür. Yazıt olmaz uşaqlar. Səhvdir. Götürmədik. Kom-an olmaz uşaqlar. Koman bu şəkildə olmalıdır. Səhvdir. Şimdi bizdən nə istəyir? Düzgün olan istəyir. Bizdən uşaqlar diqqət edin, sualda düzgün istəyir, yanlış istəyir. Aha. Komandir düzdür. Yazıçılıq nəhayət düzdür. Protokol bəli düzdür. Baxaq bura. Kom-an uşaqlar dediyim kimi belə olmur. Yazıç olmur. Protokol düzdür burada, amma digərlər düz deyil. Düzgün cavabımız hansıdır? D variantıdır uşaqlar. Ahəng qanuna tabe olmayan şəkilçiləri göstərin. Bunu qayda izahında sizə demişdik. İndi baxaq görək hansılardır. Burada da deməli uşaqlar burada olmaz. Bunlar ahəng qanuna tabe olurlar. Ona görə də məsələn şəkillənirlər uşaqlar məsələn. Sənin deyirsənsə bu dönüb olur in. Yəni dəyişir, başa düşürsünüz. Ahəng qanuna tabedir. Çadır, çə şəklində ola bilər. Laşdır məsələn, ləş şəklində ola bilər. Sonra bunlar da, yəni bunlar da ahəng qanuna tabe olurlar, amma bunlar ahəng qanuna tabe olmur. Yəni düzgün cavabımız A variantıdır. Söz qoyub yoxlaya da bilərsiniz. Vurğusuz dəyişməklə mənası dəyişməyən sözlər hansılardır? Deməli uşaqlar, gözlə. Gözlə. Deməli gözlə. Deyirik birində. Məsələn deyirik ki, gözlə. Əmr şəklində deyiriksə, bura düşür. Vurğusu. Daha dəqiq belə qoyaq, bura düşür. Bir də deyirsən ki, gözlə. Gözlə. Gözlə demirik də, gözlə deyirik. Yəni bura düşür. Mənası dəyişməyənlər deyir. Bunun mənası dəyişir deyə biz götürmürük bunu. Sonra uşaqlar, deməli, xeyli. Xeyli. Buna elə bir dəfə bura düşür. İçini götürürük. İçini götürürdük. Daha sonra şagirdlər büzmə. Bir var ki, büzmə. Bu deməli isim mənasında büzmə. Bura düşür. Bir də büzmə. Bura düşür. Büzmə. Biri var bura, biri də bura. Üçdə mənası dəyişir deyə üçü götürməyəcəyik. Azdır. Azdır, çoxdur. O mənada olanda belə olur. Xəbəri şəkilçilə. Bir də var ki, azdırmaq feili. Sən azdır icbar növdədirsə, biz növləri falan keçəcəyik sizlə. Deməli, feildirsə əgər azdır bura düşür. Yəni 4-də də mənası dəyişməyən deyir. 4-də mənası dəyişir. Damcı sözündə isə heç bir fərq olmur. Ona görə 5-i də götürürük. 2, 5, 6. Düzgün cavabımız bizim Y variantı olacaq. Hansı cərgədəki sözlər hecalara düzgün ayrılmışdır? Memuar düzdür. Əlcək düzdür. Soy ad səhvdir. Uşaqlar yuxarıda demişdim, bunu düzgün yazışın. At A səhvdir. İd, di, A ayrı olmalıydı. Səhvdir. Düzgün istəyir bizdən uşaqlar. Ba düzdür. Kit ab yox. Kitab olmalıydı. Dig ar səhvdir. Vətən səhvdir. Uşaqlar harda biz səhv etdik? İddia dən iz olmaz. Əlcək qut ab. Soyad. Soyad. Deməli uşaqlar biz harda səhv elədik baxaq. At A səhvdir. Ata olmalıdır. Əlcək səhvdir. Uşaqlar burada yəqin ki düzgün cavab A variantı götürür, amma A variantı olmalı deyil. Niyə deyil uşaqlar? Ona görə deyil ki, soy ad olmur da biz sözləri iki mürəkkəb sözü ayırmırıq. Burada soyad. Belə deməliyik də uşaqlar normalda. Soy ad yazılıb burada. Səhvdir bu. Ona görə uşaqlar A variantı götürəcək cavabda yəqin ki düzmə cavaba baxmamışam. PDF-imdə də cavab yoxdur. Amma məncə belə götürəcək. Çünki digər cavablardan heç biri uyğun gəlmir. Hansı sözdə həm ahəng qanunu pozulmuş, həm uzun sayət işlənmişdir? Əvvəlcə biz ahəng qanunun pozulmasına baxaq. Səma, bəli, pozulub. Namus pozulmayıbdır. Bəziləri pozulmayıb. Divardakı pozulub. Şücaət, A-ə, bəli, pozulub. Baxaq indi. Həm də uzun sayət işlənmişdir. Səmada işlənməyib. Səma demirik. Ona görə işlənməyib. Şücaət, A uzanır burada. Ona görə C variantını biz götürürük. Dəyəri şagirddir.
13-cü sualda deyir ki, sözlərdən birində vurğunun yerini dəyişməklə sözlərin mənası da dəyişir. Optika, optika, optika dəyişmir. Qan. Burada zaten bir dənə belə deyək ki, heca var. Necə dəyişsin? Dəyişə bilməz. Talidə dəyişmir. Deməli, orqan. Deməli, orqan. Baxaq, görək hansında dəyişir. Optika, optika, optika. Orqan. Yaxud orqan. Orqan sözü olacaq uşaqlar. Hakim uzama var. Hakim və yaxud hakim olmur. Orqan sözü olacaq burada uşaqlar. Daha sonra hansı sözdə vurğu sonuncu hecaya düşmür? Yəni sonunda vurğu olmasın. Yazmışdır. Burada düşür. Gəldilər düşür. Oxusalar. Meşədəki. Deməli. Baxaq bir də. Meşədəki, 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 meşədəki bura düşür. Əsərlərin, 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 əsərlərin bura düşür. Oxusalar, baxın oxusalar saya düşür burada. Oxusalar olmur. Aha, sözlərdən birinin vurğusu düzgün göstərilməmişdir. Yəni yanlış göstərilmişdir. Olmaya düzdür. Onlarla düzdür. Oxumuşdun düzdür. Yazdır düzdür. Qandır. Bu da düzdür uşaqlar. Biz harda səhv elədik? Bir də baxaq. Olmaya. 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 Deyil. Olmaya. Onlarla. 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 Bura düşür də düzdür axı. Oxumuşdum. 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 Oxumuşdun. Oxumuşdun. Bizcə deyək uşaqlar. Uşaqlar burada şey olmur axı. Oxumuşdun olmur. Oxumuşdun. Burada olacaq. Səhv bilmirəmsə. B variantı. Hansı sözlərdə vurğu birinci hecaya düşür? Mexanika. Mexanika olmur. Mexanika aya düşür. Birə düşmür. Ona görə bunu çıxdıq. Kataloq. Kataloq demirik. Kataloq aya. Burada 2-yə düşür. Bu 2-ni də çıxırıq. Dovşan demirik. Dovşan deyirik. Yəni birinci hecaya düşmür deyə 3-ü də çıxdıq. Benzin 4-ə düşür. Bir də deyək benzin. Benzin demirik. Benzin deyirik. 4-ə düşür. 4-də yəni 2-ciyə düşür. Yumor 5-də 1-ə düşür. Sonra hospital 1-ə düşür. Marshal. Bu da 1-ə düşür. Y variantı. Hansı cərgədəki sözlərdə vurğu sonuncu hecaya düşür? Deməli. Hansı cərgədəki sözlərdə vurğu sonuncu hecaya düşür? Baxaq. Tələbədir. Bəli. Boyunbağı. Boyunbağı. Bəli. Həkimsiniz. Həkimsiniz. Bura düşür uşaqlar. Həkimsiniz olmur. Həkimsiniz olmur. Həkimsiniz. Nəğməkar. Ağac dələn. Çəmənlik. Lirika. Bura düşür. Klinika. Bura düşür. Fabrik. Bu da bura düşür. Ona görə B variantı olur. Hansı cərgədəki sözlərdə vurğunun yerini dəyişməklə sözlərin mənası dəyişir? Lirik var, bir də lirik var. Bəli. Komediya, komediya, komediya. Olmur. Bildir və bildir, bəli. Dimdik və dimdik, bəli. Elektrik və elektrik, bəli. Yəni düzgün cavab B variantıdır. Dərs sahında da görə bilərsiniz. Vurğusuz son hecaya düşməyən sözlər cərgəsini müəyyən edin. Baxaq, vurğusuz son hecaya düşməsin. Bayaqçı sualla eynidir. Bizə deyək uşaqlar, niyə belə elədik? Aha. Vurğusuz son hecaya düşməyən sözlər. Parabola, 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 parabola. Köhnə demək, topluluqda da var idi bu sual. Parabola. Bura düşür. Relief. Bura düşür. Reaksiya. Reaksiya. A bura düşür. Son hecaya düşməyən istəyir elə A variantı olacaq. Vegetasiya. Bura düşür. Realizm. Era. Bura düşür. Burada bu düşdü deyə çıxırıq. Flora. Bura düşür.
Funksiya bura düşür. Ellipsis bura düşür. Leksika bura düşür. Təkrir bura düşür. Neyron bura düşür. Fonetika bura düşür. Poeziya bura düşür. Sulfat bura düşür. Yəni A variantı. Hansı sözlərdə vurğu birinci hecanın üzərinə düşür? Əsla bura düşür. 1. Nida bura düşür. Qəti bura düşür. Əlbəttə bura düşür. Kafedra bura düşür. Birinci hecaya düşür deyir bizdə. Aha. Bəzi bura düşür. Viza bura düşür. Vida bura düşür. Deməli nə oldu uşaqlar? Kafedra olur. Burada uşaqlar üzrə hesab edin. Belə olur. Yəni 5-də götürürük. A variantı olacaq düzgün cavabımız. Vurğusuz son hecaya düşən sözləri müəyyən edin. Nəzirə. Bu nə deməkdir? Nəzirə. Deməli uşaqlar, nəzirə son hecaya düşəcək yəqin ki. İlk dəfə gördüyüm bir sözdür. Qrafika. Qrafika bura düşür. Son hecaya düşən deyir deyə biz içini götürmürük. Deputat, bəli, son hecaya düşür. Deməli kamera bura düşür. Bir də var kamera bura düşür. Yəni sona heç bir halda düşmür. Ona görə götürmürük. Rübab bura düşür. Bəli, Y variantı olur düzgün cavab. Məsələn bu nəzirə və rübab sözlərini mən insan adı olaraq görmüşəm, amma belə ümumi isim olaraq rastlamamışam. Yəni nə mənaya gəlirlər bilmirəm. Vurğusu ikinci hecaya düşən terminləri müəyyən edin. Bəli uşaqlar, deməli vurğusu ikinci hecaya düşməlidir. Reduksiya. Reduksiya baxın bura düşür. Mexanika. Sulfat. Tangens bura düşür. Birinci hecaya götürmürük. Vektor bura düşür, götürmürük. Sintez 1-ə düşür. Analiz bura düşür uşaqlar. Atom bura düşür. Və atom sözündə uzanma yoxdur. Vurğusu birinci hecadadır. Vegetasiya, reaksiya, kafedra. Fizika, kimya, tarix. Uzanma var burada. Reduksiya, mexanika, sulfat. A variantı olur. Vurğusu birinci sözün üzərinə düşən mürəkkəb sözləri müəyyən edin. Ot biçən deyil. Ağdaş, bəli. Ağdam, bəli. Dünya görüşlü, bəli. Qızılgül, bəli. Qızılgül demirik, qızılgül deyirik. Ağac dələn deyirik. Ayaqaltı deyirik. Çoxillik. Bir tərəfli. Deməli düzgün cavab B variantıdır. Sonra hansı sözlərdə vurğu axırıncı hecaya düşmür? Deməli axıra düşməsini istəyirik. Baxaq. İngiltərə bura düşür. Bir də anormal burada sona düşür. İkini götürmürük. Ramiz. Deməli bu köhnə toplulda olan bir sualdır. Ramiz burada sona düşür. Uzanma var burada. Nümunə. Nümunə uzanma var və vurğu buradadır. Axırıncıya düşmədiyini istəyir. Ona görə 3-lə 4-ü biz çıxırıq. Deməli uşaqlar 3-lə 4-ü çıxdığımız zaman bu iki variant qalır. Baxırıq. Coğrafiya bura düşür. Deməli son hecə deyir ki düşməsin. Düşməsin deyirsə biz bunu götürəcəyik böyük ehtimal. Sapsarı bura düşür. Bunlar qayda izahımızda var. Bəli, digərləri də uyğun gəlmir uşaqlar. Düzgün cavabımız C variantıdır. Çünki baxın uşaqlar qaranlıq qalmasın ki, məsələn, sifariş. Deməli, quzu qulağı, quzu bura düşür. Qarabəniz bura düşür. Daha sonra növbəti suala baxaq. Neçə sualımız qalıb? Təqribi 10 sualımız qalıb. Davam edək.
deməli 20 dəqiqədir artıq. Hansı sözlərdə sayt uzanması birinci, vurğunun yeri ikinci hecadadır? Əvvəlcə uzanmanı tapaq. Laləzar, bəli, buradadır. Laləzar, uzanma birdədir. Vurğunun yeri ikinci hecada. Laləzar, vurğu buradadır. Laqeyd, uzanma var. Bəli, ikini götürürük. Laboratoriya. Birinci hecada uzanma yoxdur. Bunu götürmürük. Bilavasitə. Buradadır. Uzanma. Götürmürük. Asayiş. Uzanmamız ikinci hecada. Bizdən biri istəyir. Ona görə biz burada hər ikisini götürmüşük. Xaincəsinə bəli uzanma var. Burada da deməli nə olacaq? Vurğumuz olur. Və 7-yə baxırıq. A uzanır. U isə namus. U isə vurğu düşür. Yəni D variantı. Vurğusu birinci hecaya düşən sözləri deyir ki, müəyyən edin. Vurğusu birinci hecaya düşən sözlərə baxaq uşaqlar. Deməli, məcər. Artıq bura düşür. İkini çıxırıq. Gəlsənə bura düşür. Gəlsənə, gəlsənə, gəlsənə. Birinci hecaya düşün istəyir. 3-ü çıxırıq uşaqlar. Bəli. 4-ü götürürük. Təkcə. Bəli, bura düşür. Yəni 1, 4, 6. Təkcə bura düşür. Məcər 1-ə düşür. Vurğusu son hecaya düşməyən sözlər istəyir bizdən. Baxaq. Məncə. 1. Sonra uşaqlar. Sanki. Sanki. Görünür. Doğrusu. Əlbəttə yəqin. Deməli uşaqlar. Görünür. Sona düşür. 2-ni çıxırıq. 2 onsuz da çıxmışıq. Biz baxmalıyıq. 4-ə baxaq uşaqlar. 3-ə baxmalıyıq. Əlbəttə. 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 Biz bura düşür. Baxın uşaqlar bura düşür. Ona görə 3-ü götürürük. Vurğusu son hecaya düşmür. 3-ü götürürük. Bir də sanki. Bu sanki də qaydacağımızda var idi. 1, 3, 4 olur. 6-ya baxırıq. Yəqin. Uzanır burada, amma vurğu bura düşür. Ona görə 6-nı götürmürük. 1, 3, 4 olacaq bizim düzgün cavabımız. Hansı cərgədə ahəng qanunu pozulmuş sözlərdən yalnız birində uzun tələffüz edilən sait var? Deməli, qiyafət burada var. Minarə burada da var. Olmaz. Gümrah burada uzun tələffüz yoxdur. Mətanət var. Sahil var. Deyir ki, ahəng qanunu pozulmuş. Bax, görək pozulubmu? Bəli, pozulub. Düzgün cavab bu olacaq. Sənaye var. Stəkanda uzanma yoxdur. Yeganə, nümunə. İkisində də uzanma var. Lakin ahəng qanunu pozulubmu? Baxaq görək. Bəli, pozulub. İndi baxaq görək biz nədə səhvlik elədik. Yenidən qaydaq. Mətanət. Deməli uşaqlar. Mətanət və sahil. Şəhər gümrah çıxmışıq. Yeganə uzanma var. Nümunə uzanma var. Nə deyir? Deyir ki, ahəng qanunu pozulmuş sözlərdə yalnız birində deyir. Uşaqlar yalnız biri deyir. Şərti düzgün oxumaq lazımdır. Mən yorğunam. Ona görə biraz belə oxuyuram. Deməli uşaqlar. Aha. Sənaye və stəkan olacaq. Çünki ahəng qanunu pozulmuş sözlərdən deyir ki, yalnız birində sənayedə var, stəkanda yox. Düzgün cavab B variantıdır. Hansı cərgədə ahəng qanunu pozulmuş sözlərdən yalnız birində uzun sait var? Sükunət, hekayə. Digər sualdan eyni şərtlidir. Deyir ki, yalnız birində uzun sait olsun. Hekayə, sükunət içində də var. Sənaye, bərabər içində var. Yeganə, fabrikdə yoxdur. Elat yoxdur. Çinar yoxdur. İçində də yoxdur. Cəsarət, rəşadət içində də var. Düzgün cavab elə C qalır. Digər şərtdə ödəyirmü? A var, AI var. Bəli. Deməli burada pozulub həm də ahəng qanunu. Az qalıb. Deməli, vurğusu ikinci hecəyə düşən sözləri müəyyən edin. Lövhəcik, lövhəcik, lövhəcik. Bura düşür uşaqlar. Yəni ikinci hecəyə düşən istəyir. Burada sonuncu hecəyə düşür. Biri götürmürük. Sonra gələrkən bura düşür uşaqlar. Bizdən nə istəyir? Bizdə deyir ki, ikinci hecəyə düşsün. Bəli, biz 5-i götürürük. Sonra uşaqlar 2-yə baxaq. Qürurla. Qürurla, 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 qürurla. 2-yə düşür uşaqlar.
İçində götürürük. 3-ə baxaq əzizlər. Qəflətən, qəflətən, qəflətən. Qəflətən 1-ə düşürdü. Düzdür uşaqlar? Ona görə biz 3-ü burada götürmürük, 2-ni götürmüşük. Zaten variantımızda 2, 5 var. 4-ə baxaq uşaqlar. Nəsihət sona düşür. 3-cü hecaya. Sonra uzun saytı 1-ci, vurğusuz 2-ci hecada olan sözlər. Abunə. Uzun sayt 2-dədir, götürmürük. Və burada vurğumuz sonuncu hecadadır. Ahəstə. A uzanır, bəli, ahəstə. Ahəstə, ahəstə, ahəstə. Sona düşür buradan. Vurğusu sonuncu hecada olan deyir. Bəli, biz ona görə də 3-ü götürürük. 3-ü götürürük. Lakin biz 1-i götürməmişik. Bunu çıxırıq. İstəyirəm uşaqlar. Aha. Tövsiyə. Bizdə nə deyirdi? Vurğusu deyir ki, uzun sayt. Burada uzanma yoxdur. Ona görə biz 2-ni götürməyəcəyik. Daha sonra daimi. A uzanır və vurğusu sonuncu daimi. Daimi, daimi, daimi. Bəli, sona düşür. Ona görə biz 4-ü götürürük. 3, 4. Götürmüşük. 5-ə baxırıq. Ehtimal. Uzanma yoxdur uşaqlar. Uzanma deyir. 1-ci hecada olacaq. Yoxdur. Ona görə bunu çıxırıq daha doğrusu. Sonra uşaqlar xanəndə uzanma var və xanəndə vurğumuz da buradadır. Ona görə bizdə düzgün cavabımız A variantı olur. 3, 4, 6. Vurğusu dəyişməklə mənası dəyişən sözləri müəyyən edin. Lirika və lirika. Deməli uşaqlar. Baxaq. Burada şaxta sözdür məsələn. 5-i götürdük. 5-in olmadıqlarını çıxaq. Satirik sözüdür. Satirik, bir də satirik. Deməli 3-ü götürürük uşaqlar. Sonra elektriki götürürük. 3, 4, 5 Y variantı olur düzgün cavabımız. Digərən lirika, klinika olmur, relyef olmur. Hansı nümunədə fərqləndirilmiş sözlərdə vurğu 1-ci hecaya düşür? Hadisə videomuz 35 dəqiqəlik olacaq yəqin ki. Hansı nümunədə fərqləndirilmiş sözlərdə vurğu 1-ci hecaya düşür? Vaqif, öyünməki kəlamımız var. Vaqif buradadır. 1-ci hecaya düşür, bəli. Deməli 1'i götürdük. Daha sonra epiqraf, epiqraf bədii əsərin təsvirində verilir. Epiqraf bura düşür uşaqlar, 2-yə düşür. Ona görə biz burada 2-ni götürmürük cavabımızda. Vahid burada olur uşaqlar, 3. Vaqif və bura düşür uşaqlar. Ona görə götürmürük. Ədəbiyyatşünaslıqda dastana epos bura düşür uşaqlar. Belə. Deməli, düzgün cavab 1, 3, 5. Yəni bizdə Y variantı uşaqlar. Sayt uzanması 2-ci, vurğusunun yeri 3-cü hecada olan sözləri müəyyən edin. Sayt uzanması 2-də olmalıdır. Qrafika. Uzanma yoxdur heç burada. Təlatüm. Burada var. Vurğusunun yeri 3-cü hecada. Təlatüm. Bəli, 2-ni götürürük. Sonra baxaq. 3'ə baxaq. Zabitlik. Sayt uzanması bizdə 1-ci hecadadan görürsü götürmədik uşaqlar. Yubilyar. Yubilyar, yubilyar, yubilyar. Bura düşür uşaqlar. Vurğusu sonuncu hecaya düşür. Yəni 3-cü hecadadır vurğusu. Sayt uzanması yubilyar. Amma uzanma yoxdur uşaqlar. Ona görə 4'ü götürmürük. Şəlalə. Uzanmamız 2-ci hecadadır. Vurğu da 3-dədir. Yəni 5'i götürürük. 2, 5, 6'ya baxaq. Ədavət. A-da uzanma var. Ədavət burada da deməli nə var uşaqlar? Vurğumuz buradadır. 6, 2, 5, 6. Yəni düzgün cavab B variantı olacaq. Uyğunluğu müəyyən edək. Əzizlər bunu belə ayıraq. Miqrasiya. 2-ci hecadadır vurğu. A variantı. Parametr. Parametr, parametr. 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 Uşaqlar burada B olacaq bura. Dəhtəhə sona düşür. Deməli bu C variantıdır. Natamam. Natamam. D deməli 3'ə düşür. Sonra kompleks. Bu da 1'ə düşür. Belə uşaqlar.
Gəldik bölməmizin sonuna çatdıq. Ümid eləyirəm ki, sizin üçün anlaşılıqlı oldu. Hər hansı yerdə ola bilər ki, yorğunam, nədəsə çaşmış ola bilərəm, nəyəsə yanlış demiş ola bilərəm. Rəy bölməsində qeyd eləyə bilərsiniz. Video sizin üçün yararlı oldusa, bəyənmə butonuna basa bilərsiniz. Kanalımıza abunə ola bilərsiniz. Belə videoların daha ardıcıl, davamlı şəkildə gəlməsini, videolardan yararlanmaq istəyirsinizsə, daha çox videomuzu bəyənməyi, şərh yazmağı, kanalımıza abunə olmağı unutmayın dəyərli yoldaşlar. Belə, hələlik.